Müəllim, 5-ci qrupda qabiliyyət tələb etməyən ixtisaslar varmı? Bəli, çox yaxşı bir sualdır. Bildiyimiz kimi 5-ci qrupda heç bir qabiliyyət imtahanı tələb etmədən dizayn ixtisası mövcuddur. 5-ci qrupda yalnız və yalnız buraxılış balıdır və heç bir qabiliyyətdə iştirak etmədən siz dizayn ixtisasını bir çox universitetlərdə yaza bilərsiniz. Hətta qəbul olmaq şansınız da var. Müəllim, mən keçən ilki nəticələrə baxıram. 50-60 baldan baş dövlətin pulsuna qəbul olanlar var. Necə mümkündür? Bəli, çox yaxşı bir sualdır. Bununla bağlı abituriyentlər və subakalavrda nə qədər sual ünvanlayır ki, müəllim, necə olub ki, aşağı ballarla həm Bakı dövləti, həm də digər dövlət universitetlərinə qəbullarınız olub. Bildiyimiz kimi, kolleci bitirən şəxslər və yaxud da kollecin sonuncu kursunda oxuyan şəxslər heç bir imtahanda iştirak etmədən qiymət ortalamalarından universitetə qəbul ola bilirlər. Əvvəlki illərdə də bizə müraciət edən subakalavrlar qiymətləri aşağı olsalar da həm dövlət universitetlərinə, həm də pulsuza düşə bilmişdilər. Siz də Müəllim, 50 balla doğrudan da müəllimlik ixtisasını oxumaq olar? Bəli, əlbəttə bu mümkündür. Bildiyimiz kimi, buraxılış imtahanından cəmi 50 baldan yüksək toplayaraq və qabiliyyət imtahanından məqbul alaraq müəllimlik ixtisasını oxuya bilərsiniz. Müəllim, siz qeyd etmişsiniz ki, 150 baldan müəllim oxumaq mümkündür. Necə mümkündür? Bəli, bildiyimiz kimi blokdan 50, ümumi 150 balını keçərək müəllimliyə aid ixtisası yaza və qəbul ola bilərsiniz. Əvvəlki illərdə də bu ixtisas 150, 170, 200 bu civarlarda dəyişmişdir. Ətraflı məlumat üçün isə videoda əlaqə vasitələrimiz qeyd olunub. Müəllim, blok imtahanı üçün qeydiyyatlar başlayıb və qeydiyyatdan keçməyənlər imtahanda iştirak edə biləcək. Bəli, bildiyimiz kimi blok imtahanları üçün sənəd qəbulları başlayıb və qeydiyyatdan keçməyənlər blok imtahanının birinci şansına buraxılmayacaq. Əziz abituriyentlər və valideynlər, bu sənəd qəbulu mütləqdir və hər kəs iştirak etsin ki, birinci şans blok imtahanında iştirak edə bilərsiniz. Hər hansı bir çətinlik olarsa da videoda və səhifələrdə əlaqə vasitəmiz qeyd olunub. Müəllim, az bal yığanlar ballarını artıra bilərlərmi? Bəli, çox yaxşı sualdır. Bildiyimiz kimi Dövlət İmtahan Mərkəzi 19 apreldə buraxılış imtahanı təşkil edir. Əvvəlki illərin məzunları bu imtahanlarda iştirak edərək ballarını kifayət qədər artıra bilərlər. Hər şey onların əlindədir və bu imtahanda iştirak etdikdən sonra əvvəlki ilin balı, bu ilin balı, yəni hansı nəticə çox olsa, həmin balı da istifadə edə biləcəklər. Müəllim, siz qeyd etmişsiniz ki, abituriyentlər eyni anda 4 qrup seçə bilərlər. Bu necə mümkündür? Bəli, çox yaxşı sualdır. Bildiyimiz kimi bununla bağlı abituriyentlər və valideynlər hər gün sual ünvanlayır. Bildiyimiz kimi abituriyent eyni anda həm 5-ci qrupu, həm 2-ci qrupu, həm 3-cü qrupu, həm də 3-cü qrupun alt qrupunu seçə bilərlər. Bildiyimiz kimi blok imtahanları 2 şansda olur və ikinci şansda və yaxud da birinci şansda fərqli bir qrupu seçərək sadaladığın bu 4 ixtisasın hər birindən müsabiqə şərtini ödəyirsə, İstədiyi bir qrupdan da ixtisas yaza bilər, qarışıq şəkildə bütün qruplardan da ixtisas yaza bilər. Müəllim, İdman Akademiyasına qabiliyyət tələb etməyən ixtisas varmı? Bəli, çox yaxşı sualdır. Bildiyimiz kimi İdman Akademiyasında heç bir qabiliyyət tələb etməyən ixtisas mövcuddur. Hətta bu ixtisaslara pulsuz da düşə bilirsiniz və əvvəlki illərdə hətta kolleci bitirən subakalavrlar pulsuz belə qəbul ola biliblər. Ətraflı məlumat üçün videoda əlaqə vasitələrimiz qeyd olunub. Buyurub müraciət edib ətraflı şəkildə məlumat ala bilərsiniz.